Hər vaxtınız xeyir olsun dostlar. Mən Toyota Lexus Vigarus'da bu günlər bir video çəkəcəm. Avtomobillərdə yazılan cərimələr barəsində çox müştərilərin məlumatı yox. Çünki belə deyək, yolda gedərkən, tıxacda gedərkən fikir verirəm ki, yol patrol xidməti saxlayıb cərimə yazır və nöqsan tutur. Diqqətlə baxın. Çəkdiyim Toyota Prado'dur. Toyota Prado'da əzizlərim baxın. Cərimə. Bax buna cərimə düşür, biləsiniz. Yəni deyirəm, orada şərhdə girib ağıllı kimsə yazmasın. Mən bu videonu siz üçün paylaşıram. Bilməyənlər çoxdur. Əsasən əlbəttə xanım sürücülər bilmir. Ki, məlumatım yoxdur. Ondan sonra dostlar, bunlarda görsənmir. İndi başqa modeli çəkəcəm. Çöldə model var. Onlarda arxa stop, tormuz verəndə yanır. Düzü bu zadlıdır, bunlara aid deyil. Qırmızı stoplara aiddir. Görsən ki, atıcı itildə arxana gələn maşın göstərmək üçün də yanır. İndi çöldə bir avtomobil var, onu çəkəcəm, paylaşacağım. Tormuz verəndə bu işıq yanmalıdır, tormuz işıq yanmalıdır, zadın işıqdır. 120 kuza. Bax burada. Stop yan, tormuz verəndə stop yanmalıdır. Gedə stop yanmalıdır. Cərimə də əzizlərim, baxas, bunu ötürü saxlayıb cərimə edəcəklər. Tormuz verirsən, burada stop yanmalı deyil. Gedə onda stop yanmalıdır, cərimədir. Ondan sonra həmçinin də bu avtomobilə aiddir. Düzdür, bunun arxa işığı qırıqdır. Bax bura. Bura cərimə düşür saxlayanda. Saxlayırlarsa, sizin avtomobildə gəlir, tormuz verəndə, bax gedəndə, saxlayanda vurursa cərimədir. Bax burada 120 kuzada. Tormuz verəndə, arxada bu stop yanırsa, gedə bu stop yanırsa cərimə düşür. Bu əslində zavod bunu atıcı arxadan gələn maşını saxlayanda işıq vursun, qaytarıcı kimi qoyub. Bildinizmi? O gün bir dostumuz var. Qabaq işıqları yanır. Yanmır daha doğrusu. Yol patrol əməkdaşı saxlayıb. Deyib, qardaş, çıxartmışam, yanmır axı. Burada belə işıq var. Deyib, qardaş, onu da sən belirlə də. Qay maşının meqalkasını qoy maşının üstünə denə yandırmıram. Yəni, biləsiniz ki, ondan sonra saxlayıb sizə cərimə yaza bilərlər. Bax, burada yenə deyirəm, burada çox vaxtı LED qoyurlar, cərimə düşür əzizlərim. Sonra bura LED qoyurlar, cərimə düşür ona. Yəni, boş yerə saxlayıb sizin pulunuzu alacaqlar. Biləsiniz, məlumatınız olsun. Toyota və Lexus avtomobillərinə aiddir. Diqqət, təşəkkür edirəm mən Toyota Lexus Vigarus'da. Yorum yazıb şərh bildirməyi unutmayın. Like verin, xahiş edirəm. Hər kəs Allah'a əmanət olun. Səhifəni də bəyənin ki, daha çox videolara məlumatlanasınız.